Bir cavan oğlan gəldi, qəşəng sözdür, biraz diqqət edin buna, baş ağrısı verirəm sizə. Deyə gəlmişdi yanıma, gözlərindən gördüm ki, şikayətçidir də bu uşaq, bu cavan. Amma cürət eləmir, mən əbada, əmmamədə filan, cürət eləmir mənə desin. Gördüm, deyə bilmirəm, elə nəsə istəyir desin. Deyir ki, mən dedim ona ki, hə, demək istəyirsən, Allah niyə bizə bu qədər əziyyət verir? Deyir, hə, onu demək istəyirdim, amma qorxdum da əmmaməndən, əbondan ki, indi basıb gözümü çıxardacaqsan. Sizin də yanınızda Allaha söz demək olmur axı. Dərhal məni haqsız çıxardacaqsan. Dedim, yox, qorxma. İmam Səccad da buna oxşar söz deyir, amma arxasıca da bir yaxşı söz deyir. Gəl onu sənə danışım, gör necə təsir edir sənə. Deyir, sonra deyim, mən İmam Səccaddan bu duanı nəql elədim onun üçün. İmam Səccad belə danışır Allahla. Deyir, ilahi, məndən soruşmamış yarattın məni. İcazə almadın ki. Yaranmaq istəyirsən, yox. Məndən qeyri-ixtiyarıdan məndən icazə almadan, ixtiyarsız olaraq məni yarattın. Məndən icazəsiz də öldürürsən. Soruşmursan ki, ölmək istəyirsən, soruşsun deyəcəm, yox. Amma aparırsan. Yaradırsan məni icazəsiz. Yavaş-yavaş könül salıram, meyl salıram dünyaya. Ürəyim buna bağlananda da aparırsan. Getmək də istəmirəm axı. Təzə öyrəşirdim hələ bağına, baxçasına filanla, aparırsan. Gəzməli yerlərinə. Dünyada da iki cür rəftar edirsən. Ya bəla verirsən, ki istəmirəm axı bəla. Ya da neymət verirsən ki, soruşacaqsan sabah neyməti də. Hesab kitab eləyəcəksən. Bəlasında bir cür çətinliyi, neymətində də hesab kitab. Ondan sonra İmam Səccad soruşur bunu. Deyir, fəeynər rahatu vəl-fərəc. Bəs indi rahatlıq və qurtuluş hardadır bu vəziyyət? Bir halda ki, belə bir yerdəyəm mən. Hardadır? Necə xilas olum? Cavan da deyib, baxır mənə ki, İmam Səccad belə sözlərlə danışıb. Deyirəm, hə. Bəs fərəc hardadır, qurtuluş hardadır? Dedim, darıxmadı, axırına bax. İmam da öz sözünə cavab verir. Deyir, ilahi, mən belə bir vəziyyətdə nəylə aram oluram? Nəylə aram oluram? Sənin mehribanlığı və kərəmi yad eləyirəm, qəlbim aram olur. Mən bir şey bilirəm ki, sən çox-çox mehribansan. Sən mənə pislik eləməzsən, sən mənə əziyyət verməzsən. Sənin mehribanlığı ki, o qədər başa düşürəm, mən mehribanlığından aram oluram. Mənim yeganə əyləncəm sən olursan belə bir reallıqda. Reallıq budur da, burada əylənməli bir şey yoxdur. Belə ki, vəziyyət indi ki, belə gətirdi, mənim yeganə əyləncə yerim sən olursan, mənim Allahım. Allah da nə cavab verər? Deyər, bəli, mənim bəndəm. Mən özüm bilə-bilə səni belə bir yerdə yaratdım. Ki, bu belə bir yerdə. Dedim də, necə yerdir bura? Belə bir yerdə məskunlaşdırdım ki, ancaq mənə könül bağlayasan. Mənə könül bağlamaq asan olsun sənə. Deyəsən ki, bunun nəyinə könül bağlayayım? Fikir verin fəlsəfəyə. Mən özüm səni belə puç yerdə yaratdım, çətin yerdə. Ki, sən buna könül bağlamayasın, bir şey başa düşürsən ki, könül bağlamalı Allahdır. Mən istəyirəm sənin yeganəm mən olum. Bir dənəm mən olum, Allah deyir bəndəsin. Bu yeganə olmağımı başa düşməyim üçün, bax, belə bir yerdə yaratmışam səni. Sən bundan ürəyin vursun, bu sənin ürəyin vursun, gəlir mənə bağlanasın, sən ki, təzdən bundan yapışırsan. Axı, dedin də bura belədir. Görmürsən, bura necə bir yerdir. Könül bağlamalı, heç nə yoxdur burada. Mən səni belə yerdə yarattım ki, bu dünya sənin gözündən düşsün, mən qalım ancaq. Ki, xoşbəxt olasan. Başa düşürsünüz, mən çox yaxşı sözlər danışdım. İmam Səccadın sözüdür deyə deyirəm. Çox faydalıdır bunlar. Allah bizə əziyyət verir, bundan əziyyət vermir. Allah özünə bağlamağı asanlaşdırır bu vasitə ilə. Belə yerdə bizi yaratmaqla. Ona görə də cavanlara müraciət edirəm. Dünya qanunuzu qaraldanda bir adam tapın ki, elə adam tapın ki, o ilə danışanda düz yolu sizə göstərə bilir. Adam var, hamı həkimi olaraq deyir, əlim şişib. Ona deysən, birdən o şeydən olar, o xəstəlikdən. Biri filan deyir, hərə professor olurdu onda. Hərə bir məsləhət verir, biri deyir filan elə, biri deyir filan elə. Ağıllı adamsan, git həkimə, mütəxəssisə göstər, ya desin ölməlisən, ya qalmalısan bir dəfənlik. Bu 100 dənə istirab verəcək hərəsi sənə. Bəzən biz elə adamlara dərdlərimizi deyirik ki, o da qoşulur, bizə daha da dərdimizi artır. Deyir, hə, vallahi, çətin olacaq sən üçün. Böyle adama niye deyirsən? Elə bir adam tap ki, ağıllı adam olsun sənə, gedəsən dərdi deyəsən, desin ki, dərd deyil sənki. Dərd deyil. Başa salsın səni. Dərd deyil, xüsusiyyəti bundadır.
oyunun qaydası belədir.